Apteklərdə işləyən əczaçılarımızın və aptekdə işləmək istəyən tibb tələbələrimizin çətinlik çəkdiyi bir mövzu var. O mövzuda resept oxuma bacarığıdır. Biz necə eləyək ki, reseptləri tam aydın şəkildə oxuya bilək? Bunun bir texnikası varmı? Bir çox kursların dediyi biz resept öyrətmə texnikamız var. Resept oxumağı öyrədirik. Burada qısaca belə bir şey deyək. Hər bir həkimin yazı stili fərqlidir. Bir dərman adın, məsələn bir Oxenford dərmanının adın hər həkim öz yazı üslubuna görə fərqli stildə yazır. Bu da o deməkdir ki, konkret olaraq bir texnika yoxdur. Bəs biz necə edə bilərik ki, reseptləri daha aydın oxuya bilərik, rahat oxuya bilərik? Bunun üçün ilk növbədə dərmanların satış adlarını və dozaların dəqiq bilmək lazımdır. Bunu mən sizə göstərim ki, necə olur bu. İlk dərmana diqqətlə baxın. Bu dərman. Bu dərmanı, əgər bu dərmanı görənlərimiz, tanıyanlarımız varsa, asanlıqla bunu oxuya biləcək. Ümumi reseptə baxaraq. Amma oxuya bilməyənlər isə demək ki, bu dərmanı tanımırlar. İndi biz növbəti slaydda mən sizə Khan Akademiyanın tələbələrinə keçilən dərman ticari adları. Khan Akademiyada dərmanlar keçildiyi zaman, məsəl üçün misal göstərək, qaraziyər dərmanları keçirilir. Ademetionun tərkibli qaraziyərdə qaraziyər xəstəliklərində istifadə olunan dərmanlar. Ademetionun tərkibli dərmanların ilk olaraq ademetionun haqqında məlumat verilir. Ademetionun nədir? Qısa olaraq mən sizə bildirim. Ademetionun metion adlanan bir amin turşusundan orqanizmdə sintez olunan bir maddədir. Antioksidant özəlliyi var. Qaraziyərdə hüceyrələri bərpa etmə, təmizləmə özəlliyi var. Eyni zamanda ademetionun beyində və oynaqlarda rast gəlinir. Bu da ona əsas verir ki, ademetionun eyni zamanda oynaq xəstəliklərində, osteoartritlərdə və beyinlə bağlı depressiv hallarda da istifadə olunur. Ademetionun eyni zamanda güclü antioksidant olan glutationun da səviyyəsini artırır və buna görə də qaraziyərdə yüksək bərpaedici xüsusiyyəti var. Eyni zamanda ademetionun tərkibli apteklərdə satışda olan dərmanlarımız. Geptral 400 mg tablet şəklində, Adehep 400 mg tablet şəklində mövcuddur. Ademta 400 mg tablet şəklində mövcuddur. Alva 300 mg, ampul şəklində inyeksiyaları var. Geptralın 400 mg, Adehepin 400 mg, Ademtanın 400 mg ampulları var. Bu məlumatlar hər mövzudan dərs izahlarından sonra tələbələrimizin öz qruplarına, WhatsApp qruplarına göndərilir və bunlar tələbələrdən öyrənməyini istəyirik. Nəyə görə bunlar lazımdır? Sabah tələbəmiz aptekə müraciət etdiyi zaman həm bu satış adlarını bilmiş olur, rahat işləyir. Eyni zamanda da bu dərman adlarını bilmək bizim tələbəmizə 90% demək olar ki, resepti daha yaxşı oxuma bacarığını verir. İndi mənim sizdən istədiyim videonun əvvəlinə geri qayıdın və o reseptdə göstərdiyim dərmanı oxumağa çalışın.